Salam, xoş gördük hər birinizi. Bugünlərim çox gözəl, çox ləzzətli, içi bananlı Napolyon tortu hazırlayacağım. Napolyon tortu demək olar ki, dünyanın ən dadlı tortlarından biridir. Bugünlərim bananlı Napolyon tortunun hazırlanma qaydasını çəkib paylaşacağım sizlərə. Hazırlamaya keçmədən öncə kanalıma hələ də dəstək olmamısınızsa, dəstək olmaq üçün abunə olub videolarımı sonacan izləməyinizi çox xahiş edirəm. Və videolarımı bəyənmisinizsə, bəyənmə butonuna toxunaraq like edə bilərsiniz. Videolarımı sonacan izləmiş olsanız mənə qat-qat dəstək olmuş olarsınız. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün yağla unu maçalına gətirəcəm. Öncə 8 stəkan unu xəmir hazırlayacağım qabın içərisinə ələyərək əlavə edirəm. Daha sonra isə 500 qram çərə yağını rəndələyərək onunla birlikdə qarışdırıb umac edəcəm. Umac üçün istifadə etdiyim çərə yağı mütləq şəkildə soyuducuda olmalıdır ki, yağı rəndələyərək diri-diri qalmalıdır umacımızın içərisində ki, yəni tortumuz yaxşı qabarsın, yaxşı çıxsın deyə. Yəni qatları yaxşı alınsın. Gördüyünüz kimi yağı, yəni onun içərisində diri-diri qalmalıdır. Və qeyd edim ki, mənim hazırlayacağım Napolyon tortu 40-45 nəfərlik olduğu üçün ərzaqları 2 qatına istifadə etmişəm. Siz əgər kiçik həzmli tort hazırlamaq istəsəniz, mənim istifadə etdiyim ərzaqların yarı hissəsini də əlavə edib hazırlaya bilərsiniz. Yəni mən 8 stəkan un əlavə etmişəmsə, siz 4 stəkan un əlavə edib hazırlaya bilərsiniz. Unla yağı tamamilə umac etdikdən sonra bir qabın içərisinə 2 ədəd yumurta, yarım çay qaşığı limon duzu, yarım çay qaşığı duz, 2 xörək qaşığı sirkə, 2 stəkan da soyuq soyuducudan çıxardılmış su əlavə edib yaxşı-yaxşı qarışdırıb xəmirimizi yoğurmağa başlayacağam. Yumurta ilə suyu yaxşı-yaxşı qarışdırıb həll etdikdən sonra umacımın üzərinə bir bağlama vanilin əlavə edib əlimlə yaxşı-yaxşı umacı qarışdırıram hər tərəfinə vanil qarışsın deyə. Daha sonra isə unun orta hissəsinə hovuz edirəm ki, hazırladığım yumurtalı suyu əlavə etdikdən sonra xəmirimi hazırlayıb yoğurmağa başlayıram. Xəmirimizi gördüyünüz bu qaydada, yəni toparlayıram sadəcə, yəni çox yoğurmaq olmaz. Əlimizin istiliyində yağ içərisində əriyə bilər deyə. Sadəcə gördüyünüz bu şəkildə unla yağı bir-birinə toparlayıb yuvarlaq hala gətirdikdən sonra bir salfan paketinin içərisinə yerləşdirirəm. Daha sonrası soyuducunun buzluq gözündə 1 saat gözlədəcəm. Xəmirimiz soyuducuda gözləyincəyədək bişmiş krem hazırlayıram. Bişmiş krem üçün bir qazanın içərisinə 4 stəkan süd əlavə edib, südü biraz isidib ocaqdan götürəcəm. Və bir qabın içərisinə 2 stəkan şəkər tozu, 4 ədəd yumurta, 2 yemək qaşığı da nişasta, qarğadan nişastası əlavə edib yaxşıca qarışdırıb həll edəcəm yumurtanın içərisində. Daha sonra isə isitdiyi südün içərisinə yumurtalı qarışımı da əlavə edib ocağın üstündə qatılıncayadək bişirəcəm. Kremi bişirərkən, yəni qarışdırmaq lazımdır ki, dibi yapışıb yanmasın deyə. Gördüyünüz kimi artıq krem qaynayıb qatılıbdır. Ocağın altını söndürüb soymağını gözləyirəm. Və soyuducunun buzluğunda olan xəmirimi çıxarıb rulon şəklinə gətirdikdən sonra 21 ədəd kündəyə böləcəm. Xəmirimi kəsdikdən sonra gördüyünüz bu qaydada yuvarlaq hala gətirirəm. Yəni çox yuvarlaq etməyə ehtiyac yoxdur. Sadəcə biraz səlqəyə salıb bir qabın içərisinə yığıb soyuducuya yerləşdirəcəm təkrar və yaymağa başlayıram xəmirimi gördüyünüz kimi.
Xəmiri yayarkən undan istifadə etmək lazımdır, yapışmasın deyə. Və xəmirimi geniş ölçüdə yaydıkdan sonra soba listinin alt hissəsinə yerləşdirirəm. Xəmirimi soba listinə yerləşdirdikdən sonra hər tərəfini çəngəllə deşikləyirəm. Daha sonra isə 200 dərəcəli sobada 10 dəqiqə müddətində bişirirəm. Qeyd edim ki, bişmə müddəti və dərəcəsi sobadan sobaya dəyişə bilər. Və xəmiri bişirərkən gördüyünüz kimi bu qaydada mən xəmirləri yayıb bir kənara üst-üstə yığıram ki, yəni tez-tez bişdiyi üçün gözləməyim deyə. Tez bişirim deyə, yəni bu qaydada daha rahatdır, daha asandır. Siz də mənim kimi xəmiri yayıb, ara hissəsini unladıqdan sonra qatlayıb bir kənara gözlədə bilərsiniz. Yuxamın biri bişibdir. İndi isə digər yaydığım xəmiri də soba listinə yerləşdirib, sobaya qoyub bişirəcəm. Gördüyünüz bu şəkildə xəmiri kənarda yayıb gözlətdikcə tez-tez bişirmək olur. Belə daha rahat alındığı üçün siz də bu qaydada edin. İndi isə krem hazırlayıram. Krem hazırlayacağım qabın içərisinə 600 qram çörək yağı əlavə edib mikserlə ağarıncayadək qarışdırıram. Daha sonra isə bişirdiyim kremi də, bişmiş kremi də əlavə edirəm. Hissə əlavə edib kremi hazırlayacağım. Krem üçün kərə yağını mikserlə qarışdırıb ağartdıqdan sonra bir banka qatılaşdırılmış südü də əlavə edib təkrar mikserlə qarışdırıram və daha sonra isə gördüyünüz kimi bişirdiyim kremi də hissə əlavə edib təkrar mikserlə qarışdırıram ta ki krem halına gəlincəyədək. Və budur, yuxalarım da artıq bişib hazırdır. İndi isə kremdən bir qədər əlavə edirəm listin altına və yuxalarımı kremləməyə başlayıram. Bu ardıcıllıqla 10 ədəd yuxanı bu qaydada kremlədikdən sonra bir qatına gördüyünüz bu şəkildə banan düzüb təkrar üzərinə krem əlavə edib yuxalarımı təkrar kremləməyə başlayacağım. Yuxalarımın hamısını yerləşdirdim. Gördüyünüz kimi kənar hissəsindən artıq qalan hissələrini kəsirəm. Siz də kəsməyə də bilərsiniz. Mən istədim kəsim daha səliqəli görünsün videomda. Onun üçün kəsib götürdüm. Yəni kənardan çıxanları atmadım. Təbii ki, yedik. Çox gözəl, çox dadlı idi. İnanın ki, o qədər ləzzətli idi. Və 2 dənə yuxanı mən gördüyünüz bu qaydada ovuntu etdim üzəri üçün. Ovuntunu etdikdən sonra üzərini ovuntu ilə hər tərəfini bağlayacağam. Tortumun kənar hissələrini ovuntu ilə bağlayıb bitirdim. İndi isə üst hissəsini ovuntu ilə bağlayıb bitirirəm. Və budur, artıq tortum hazırdır. Ovuntu ilə hər tərəfini bağlayıb üzərini istədiyiniz kimi siz zövqünüzə görə bəzəyə bilərsiniz. Mən banan və moruqla bəzəyib üzərinə şəkər pudrası əlavə etdim. Üzərinə şəkər pudrası əlavə edərək tortumun görünüşünü daha da möhtəşəm etdim və tortumu gözlətmədən kəsirəm. Videonu tamamlamaq üçün mütləq şəkildə kəsməliydim tortumu. Yəni gözlətməyə heç ehtiyac belə yoxdur. Çox gözəl, yumuşaq bir tort alınıbdır. Əminəm ki, sizlər də bəyənib hazırlayacaqsınız. Qatı tək-tək sayılan içərisi bananlı Napolyon tortu hazırladım. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm.
Videomu beğenmişsinizsə beğenmə işarəsinə toxunaraq like edə bilərsiniz. Kanalıma abunə olub mənə dəstək olun və videolarımı sonacan izləmiş olsanız mənə qat-qat dəstək olmuş olarsınız. Hazırlayacaq olanlara bir daha öncədən nuş olsun deyirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik sağ olun.